nə yazıb? Sevinç Yaqublu nə yazıb? İlham Əliyev başçı olduğu ölkədə qanun və inkişaf sabah var. Heç olmasa kişi ol, dəfə kişi kimi düz səmimi de görək. Qorxma, sən Orduxan və ya Mehman Hüseynov qədər yoxsan. Sevinç Yaqublu, ay Sevinci, mən səni tanımıram, qadınsan söyməmişsən, burası kişilikdən danışırsan, o mənə ləzzət eləmədi. Sən sözvə cavab gətirəcəm. Mən pəhlivanım. İndiyə qədər hansısa bir bloger, hansısa bir nə bilim fərqi yoxdur, kimsə mənə podderjivot eləyibdir, Sevinç Yaqublu. Mən sosial mediada fəaliyyət göstərmişəm. Kimliyindən asılı olmayaraq indiyə qədər mənə hansısa bir bloger dəstək olubdur. İşıqlandırıblar, mənə deyiblər, kimsə deyib ki, belə bir pəhlivan var Azərbaycanda. Əziyyət çəkir, ona dəstək olar. Eşitmirsən elə bir şey, Sevinç Yaqublu. Və ya, Sevinç Yaqublu, sən o səni söyəcəm, var yoxla nəhlə, çox pis söyəcəm. Mehman Hüseynovun öz yolu var, jurnalist blogerdir. Orduxanın da öz yolu var. Onlar öz işlərini görürlər, mən öz işlərimi görürəm. Mən siyasətə qarışmıram, çünki mənim o işdən başım çıxmır. Gişdillaq qızı gişdilə, sikim sənin doğanın var yoxunu. Qəhbənin balası qəhbə, mənə nə dovşan şəkili qoymuşsan. Nəslini sikim sənin. Mən siyasətdən anlayışı olmayan adamam, var yoxun sikim, mən heç deputatların adını bilmirəm. Mən heç düzəməlli nazirlikdə işləyənlərin adını bilmirəm mən. Gişdillaq, mən nə siyasətdən danışa bilərəm. Amcıq qızı amcıq. Girirsən mənə siyasətə qoşmaq istəyirsən. Osturaq qızı osturaq verdi. Siktir az buradan. Sikim sənin var yoxu. Mənə qaydı deyə şey. Gicdallaq, siyasətlə məşğul olan adamlar, siyasətin içində olan adamlar olmalı. Jurnalistin bəli işidir. Jurnalist orada Azərbaycanda imkan yaratmırlar. Gedir xaricdən oturur sözün deyil. Mən onlara normal baxıram. Amma mənim işim bu deyil axı, mən siyasətlə məşğul olmuram axı, mən ümumiyyətlə siyasət əhli deyiləm axı, gicdillaq qızı gicdillaq. Girim durum siyasətdən danışım, sabah bir dənə politologun biri girsin, ya savadlı bir insan girəcək, mənə sual verəcək, soxab içimdə qalacaq. Heç mənə görmüsən qəhbə qızı qəhbə, mən dindən danışım. Yaqublu qəhbə. Görmüsən mən dindən danışım, mən heç dindən danışmıram, niyə? Çünki sabah dindar qardaşım biri girib mənə sual verəcək, cavab verəməyəcək. Adama deyərlər gicdillaq, bacardığı gör. Amma mən pəhlivanlıqdan danışıram. Sən kim deyir ki, mən kimdənsə qorxuram? Mən haqqımı taftalayanların hamısının adını çəkmişəm mən burada. Mən demişəm, deyəcəm də. Kim mənim haqqımı taftalayıb, onun anasını sikim mən. Gicdillaq belə deyil. Elə bunlar bir də osturaqdılar ya bunlar. Gölə kimsənsə blogerdir, video çəkir, sıraz onu siyasətə quruşurlar. Mən siyasət mənim götüm üçündür. Mənim nə ata tərəfimdə siyasətçi olubdur, nə ana tərəfimdə siyasətçi olubdur. Yəni Allah'a and olsun yoxdur da. Mənim ata tərəfim hamısı neftçidir, neft sferasında, gəmidə, neftdə işləyən adamlar olubdur. Ana tərəfimdə müəllimədir, ancaq müəllimlər nəslidir. Mənim nəslimdə siyasətçi yoxdur, mənim ümumiyyətlə jurnalist yoxdur bizim nəsildə. Mən başım girməyən yerə bədənimi soxmuram. Başa düşürsən? Girir mənə dovşan şəkili qoyur. O dovşan şəkili qoyanlar göndərin, yaxşı sikiş verən bir nəslimizdə qız varsa, baxın görün, dovşanam yoxsa dovşan deyiləm. O qədər qayraram ki, uğraşlı ayağı yeriyə bilməz, aşağı gəzir. Dovşan şəkili qoyurlar, osturaq. Mən yenə deyirəm, burada mənə bir də siyasətdən sual versiniz, pazı qoyacam. Mən siyasətçi deyiləm.